Problem bir necədir? Respublikada kasıb adama yer yoxdur. Ona görə hamımızın işi getmir. İşi gedənlər kimlərdir? Tapşırılmış adamlar. Ailədən tapşırılmış adamların, onların biznesi gedir, iş gedir. Dəfələrlə demişəm, qayıtmışıq biz quldarlıq dövründən də qabağa. Qulları müalicə edirdilər, qullara yemək verirdilər, qullara yatmağa yer verirdilər. Təmin edirdilər qulları evdən ki, qullar işləsinlər, xeyir versinlər öz şeylərinə, sahiblərinə. Qulları evləndirirdilər ki, qullar artsın. Bir gün baxıram, Azərbaycandan verirlər. Bu il deməli 33 min dedi, 34 min uşaq doğulub. Uşaqların da yarısı xəstədir. Uşaq doğulub. Eminlə milləti elə şəraitdə sıxıb saxlayırlar ki, heç kim ailə qurmaq istəməz. Qanunları, nə bilim, baxırım oyun verilişdə, arvada söz dedin, sənə iş verəcəklər. Tutub ki, neyimə görə idi evlənim, arvada söz də verin. Mirşahin də deyir ki, gedib prezervativ alın, üzr istəyirəm ifadəmə görə, o dediyinə. Yəni, konkretni yönəldirlər ki, azalın, ölkəni tərk edin. Bura sizin vətəniniz deyil. Gedin burada. Konkret necə ilə, qardaş? Bir evə qonaq gedirsən, bir samballı adamsan da, özünü hörmət edən adamsan ki, sən qapıya qullaqsa çıxırdı ki, kim dedi filan kəs, yəni ev yesinə deyin. Gedir, dedi, bırax gəlsin. Deməli, səni saymırlar da, o qapıya heç gedməyə deyməz. İndi Azərbaycanda hakimiyyət elə dəyişib ki, Azərbaycanlılar sürgün edirlər. Savadlı, qabiliyyətli, bir işin sahibi olan adamları sürgün edirlər. Biraz başı çıxan işi gücü oyan özünə günahlayır, çıxmayan da ki, qalır avara. Rusiyyədə işləyənlər, o deyirlər ya, Rusiya sıxır, Ruslar belir, Ruslar əcə verir. O Ruslar öz ölkəsinin mənafeyini qoruyur. İran öz ölkəsinin mənafeyini qoruyur. İsrail öz ölkəsinin mənafeyini qoruyur. Azərbaycan da qorusun da. Niyə qorumur? Türkmənistana gəmi bağışladıq. Qaziyə işlədim adı veririk, artıq pul verə bilmirik. Bunu nə edirlər? Çünki cəmaət susur, haqqını tələb eləmir. Problem ondadır, problem başqa şeydə deyil. Haqqını qorumur. O deyirlər, qaymağı da, millətin qaymağını 17-ci, 18-ci illərdə, 20-21-də qırdılar, o qaymaq getdi. Onlardan qalan uşaqları 20 ildən sonra 41-45-də qırıldı, 46 Tay davasında istifadə edildilər, Yaponlarla davada. Orada qırıldı. Onların da uşaqları qaldı, biraz böldülər. Əfqanistanda qırıldı. Onların da uşaqları böldülər, 90-da qırıldı. Onlardan qalan uşaqlar da 2020-də, 22-də qırıldı, 2016-da qırıldı. Adam qalmıyor, qeyrətli adamlar davaya gedir. Bir qeyrətlərsə vəzifəyə gedir. Gözünüzün qabağındadır. Siz də əl vurub horaya edirsiniz. Ona görə yoruluram. Mənə zəng vurub bir millətin dərdini soruşam. Bayaq Zəki kişi ilə danışam. Deyirəm, valla İlham əcəb edir. Əcəb edir. Haqqın qorumayan malın yiyədir. Köpək oynadan, nə bilim, 50 dənə haqq çıxan. Daha burada Almaniyadan zəng vurub nələr danışırlar. O adama sahib çıxırlar. Jurnalistlər ki, qaçırdı üstlərinə ki, ay jurnalistlər, ay qızlar, bəs bizə kömək eləyin, evimi uçurdurlar, nə bilim, nə inirlər, əlimi tutublar, bizi işgəncə verirlər, nə bilim, məhkəmə gedir, gəlin, çəkin. Həmən jurnalistlər tutulub. Hakimiyyətdən rüşvət alıb, hakimiyyətin ləbbək deyənləri tutmayıblar. Onlar niyə tutsunlar? Gör onların adı çəkilir. Gör həmən qızlara görə kimsə çıxıb Bakıda yaxasını başını cırır ki, bizim jurnalistləri bıraxır. İmam Hüseyn İsanı verən xanımlar tutulur. Onlar demək ki, devlət çevriliş eləyəcəkdilər. 5 dənə arvad. Kilo devlətin başına ki, 5 dənə arvad, 6 dənə arvad ölkəni devirəcəkdi. Nə deyim, valla? Nətər deyim? Arvadla dava eləyərlər. Ölkəni satmağı mənə yandırır. Ölkəni satırlar. Azərbaycanlıları çıxardırlar, qeyrətli oğlanları qırdırırlar, qeyrətləri də qoğulayırlar, qalanın da doğmağa zapret qoyurlar. Azərbaycan dedi, bu il 34 min uşaq doğulub. Onun da yarısı şikəsdir. Dəyərli vətən, qulaq asın, düz deyir. Bəyəfəndi düz deyir. 15 il bundan qabaq Azərbaycanda, 15, 20, 25 il bundan qabaq Azərbaycanda doğum statistikası 200 minə yaxın idi. Nəyə 200 min? Qabir, Azərbaycanın Azərbaycan televiziyasında deyilən şey deyirəm. 90-cı ildə Azərbaycanda 1 milyon uşaq doğulub. 1 milyon 100 min uşaq doğulub. 25-ci ildə 70 min. Onun da yarısı xəstə idi. Bu ildə 34 min doğulub. İyulun 1-inə qədər. 34 min, onun da yarısı xəstədir. Xəstədir, ilə bu palma yağı yoxdur. Növtü göndərirlər boçka ilə ora, samı. Gələndə də içini orada yuyurlar. Hökumətin statistikasıdır, bax. Yəni, yalan demir, Elman bəy yalan demir, bax budur. Bakıdan deyəndə təkrar, atom rəhməti. Azərbaycanda heç kim valideyn olmaq istəmir, baxın. O qardaş, necə istəsin? Sən arvadına söz deyirsən, sən iş açırlar sənin üçün. Sənin deyir, ixtiyarın yoxdur ki, arvadına deyəsən, mənə çay getir. Bu qadının haqqı tapdalanır. Sən bunu deyə bilməyəndən sonra deyirsən ki, mən niyə evlənim? Nəyimə görə? Ən çox uşaq doğulma göstəricisi olubdur 90-cı ildə. Azərbaycanın dediyin təkrarlar. Mən heç vaxt öz başına danışmıram ki, kimsə deməsin ki, həci kiməsə işə atdı. Mən deyirdim, İsrailə satırlar torpaqları. Deyirlər, yox, Emin ağalarım dedi. 4000 evi onlara satmışıq. Evi satanda qabir, evin altındakı torpaq da satılır. Hərəsi bir 30 sot yer satır orada.
Bu elə belə deyil ki.